Gədəbəy rayonunda 1978-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı və həmkəndlisi Əfqana xəsarət yetirib. Hadisə 20 iyun 2024-cü ildə baş verib. Nəriman həmin gün saat 15 radələrində yaşadığı Gədəbəy rayonunun kəndi ərazisində qızı Aysel barəsində həmkəndlisi Arzunun xoşagəlməz ifadələr işlətməsi səbəbindən onun atası Əfqan ilə söhbət edib. Bu zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Əfqanın qəsdən əlində olan ağacla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 20-də saat 14:45-də evdən çıxıb, kəndin mərkəzinə yollanıb. Yolda kənd icra nümayəndəsi və zərər çəkmiş Əfqanla rastlaşıb. Əfqana qızı Arzunun mənim qızım Ayselin haqqında xoşagəlməz şayələr yaydığına görə irad bildirdim. Bununla əlaqədar mübahisə yarandı. Mən Əfqanın əlindən ağacı alaraq onun sağ qolundan vurdum. Törətdiyim əməldən peşmanam. Hazırda zərər çəkmişdən üzr istəmişəm. Ona vurduğum ziyanı aradan qaldırmışam, onunla barışmışam. Bu cinayət işinə Gədəbəy rayon məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmişlə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nərimanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Biləsuvar rayonunda 1985-ci il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətifəyə xəsarət yetirib. Hadisə 2 dekabr 2024-cü ildə Biləsuvar rayonunun kəndində baş verib. Adil kənddə yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətlərində olduğu Lətifə ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib, Lətifənin sifət nahiyəsinə yumruqla zərbə vurub. Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, 2012-ci ildə Lətifə ilə el adətinə uyğun olaraq dini nikah bağlamaqla evlənsə də onların faktiki nikahları rəsmiləşdirilməyib. Bizim faktiki nikahımızdan 2 uşağımız doğulub. Ailə qurduqdan sonra Lətifə yaşadığım Biləsuvar rayonunun kəndində yerləşən evinə köçdü. Həmin kənddə yaşamışıq. Bircə yaşlarımızın ilk vaxtlarında aramızda münasibətlər normal olsa da, sonradan hər ikimizin xasiyyəti uyuşmadığı üçün aramızda narazılıq yarandı. Tez-tez mübahisələrimiz baş verdi. Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə dekabrın 1-də iş yerində Biləsuvar rayonunun kəndində ailəsinin yanına gəlib və gecə orada qalıb. Növbəti gün saat 15 radələrində evdə mənimlə Lətifə arasında səbəbsiz yerə mübahisə yarandı. Mübahisə zamanı mən Lətifənin işlətdiyi nalayiq ifadələrdən hiddətləndim. Ona bir dəfə sifət nahiyəsindən şillə ilə vurdum. Bundan sonra mən yaşadığım həmin evi tərk edərək Biləsuvar rayonunun kəndinə getdim, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Biləsuvar rayon məhkəməsində baxılıb, məhkəmə təqsirləndirilən şəxsin zərər çəkmişlə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Adilin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.